Carl Jung insanın qarşı tərəfdə öz tamamlanmamış hisslərini gördüyünü deyirdi və bəzən sevgi münasibətlərində ən kritik, ən can alıcı nöqtə də məhz budur. Çünki bəzən bir insanla münasibətə başlayırsan, o insan çox stabil, çox dürüst insan olur. Amma sən o insana heç cürə bağlana bilmirsən. Çünki o insan daxilində olan bəzi hissləri heç cürə açığa çıxarda bilmir. Amma dalğalı insanla münasibətdə bunlar tamamilə fərqli olur. Sən o insanla münasibəti heç cürə proqnozlaşdıra bilmədiyinə görə özündə, öz daxilində bəzi hissləri ortaya çıxartmağa başlayırsan. Əslində burada nə qədər zaman aralığında bu münasibətin davam elədiyinin əhəmiyyəti də yoxdur. Burada əsas əhəmiyyət hiss yaddaşımızla bağlıdır. Bizim beynimiz davamlı, stabil olan şeylərə yox, bizə daha çox stimul verən, məna qatan şeylərə bağlanır. Dalğalı münasibətdə elə məhz buna aiddir. Ona görə biz bəzən qarşımızdakı insan nə qədər doğru, dürüst insan olursa olsun, bunu fərqli qiymətləndiririk. Ola bilər ki, sən özünün cəsarətli insan olmadığını düşünürsən, amma qarşı tərəflə münasibət zamanı özünün cəsarətli tərəflərini görmüsən. Biz bəzi münasibətlərdə özümüzü tanıdığımıza görə öz mənafeyimizə bağlanaraq o insanı arzulamağa başlayırıq və o insanı itirməkdən qorxduğumuzu düşünürük.